davam edirik. Xalidəni sevindirəcək indi. Xalidə yəqin ki, bizi izləyir. Xalidə, inanıram ki, sənin işlərin qaydasında olacaq. Vəli Lalik də o analizi verəcək. Və bilmirəm, ürəyim mənə deyir ki, o uşağın atası ilə Vəli Lalik olacaq. Olmağını istəyirəm. Niyə? Çünki Vəli Lalikin Türkiyədə yaxşı eşitdim ki, Sarıkaya'da hörməti var. Hörmətli bir insandır. Yaxşı bir ata olub böyük övladlarına. Mən çox istəyərdim ki, o uşağın atası da Vəli Lalik olsun və o övladına da, o oğluna da, Əlidir də uşağın adı. Hüseyin. Hə, Hüseynə də yaxşı bir ata olsun, Hüseyin atasız böyüməsin. Yəni bunu arzu edirəm, amma mənim arzumdur. Hə, sizin nədir sevindirməyiniz Xalidəni? Xalidə xanım yaxın günlərdə əməliyyat keçirib, ağır bir əməliyyat keçiribdir. Hal-hazırda işləyə bilmir və bizim ətrafımızda olan xanımlar, Yelena xanım, Rəmziyə xanım ona müəyyən bir məbləğ göndəribdir. Ay, nə gözəl. İndi efirdən sonra mən inşallah çatdıracağım. Elə bildim Xalidə xanım gələcək bugün bura, amma səhhəti ilə əlaqədar bəli, gələ bilmədi. Allah ona da şəfa versin, Allah köməyi olsun. İnşallah. Təşəkkürümü bildirirəm. Yelena xanıma da, Rəmziyə xanıma da minnətdaram. Hər zaman dəstək olursunuz xanıma, Xalidə xanıma dəstək olursunuz. Minnətdaram. Allah razı olsun sizdən. Neçə zaman aparıb sevindirərsiniz onu. İnşallah artıq 2 aya yaxındır ki, Xalidə xanıma dostlarımız çox gözəl, hər çox birinə gözəl. efir vasitəsilə öz təşəkkürümü Biz də bildirirəm. təbii ki, ən gözəl insani xüsusiyyət nədir mənim əzizlərim? Bir-birinə dəstək olmaqdır və bəli, biz çıxış yolunda hər zaman bax bunu istəyirik etmək.